Gəncənin Fəxri və Şəhidlər Xiyabanının da yerləşdiyi qəbristanlıqda yenidən qurma və abadlıq işləri aparılır. Hazırda biz abadlıq işlərinin aparıldığı ərazidən birindəyik və burada görülən işlərlə bağlı məlumatı Gəncənin Nizami Bələdiyyəsinin sədri Qoşqar Məmmədov verəcək. Qoşqar müəllim, xoş gördük. Salam, xoş gördük. Qoşqar müəllim, burada hansı işlər aparılıb və hazırda dayandığımız ərazidə, eləcə də bu ətrafda görülmüş işlərlə bağlı zəhmət olmasa məlumat verərdiniz? Mahir müəllim, Şəhidlər Xiyabanı 4 saylı qəbristanlıq Nizami Bələdiyyəsinin nəzrindədir və bu qəbristanlıq Gəncə şəhər icra hakimiyyəti və Nizami Bələdiyyəsinin daim diqqətində olan bir ərazidir. Burada biz mütəmadi olaraq abadlıq işləri görülür, iməciklər keçirilir, ərazisi 30 hektardan çox olduğuna görə və yağışların mütəmadi yağdığına görə biz öz əlimizdən gələn işləri də yenə də burada abadlıq və təmir işləri görülür. Siz bir dəqiqə hal-hazırda biz durmuşuq 1-ci Qarabağ müharibəsi şəhidlərimizin qəbir üstündə. Burada bu ümumi ərazisi 720 kvadrat metrdir buranın. Biz buranın 350 kvadrat metrini yeni daşlardan vurulub, qəbirlər yenidən abadlaşdırılır. 720 pagonlu metr bardurlar yenilənibdir. Ondan əlavə bizdə burada 3 yerdə bizdə Şəhidlər Xiyabanının şəhidlərimiz uyuyurlar. Biri buradadır, ikisi də məşəlin yanındadır. İndi biz gedib orada da sizdən, orada biz baxacağıq həmin o məzarlara. Burada ondan əlavə də İspan pilotlarının qəbirləri yerləşir. Biz o İspan qəbirlərini də yenidən bərpa eləmişik, yenidən oranı abadlaşdırmışıq, düzəltmişik. Ondan əlavə də 4 dənə burada yeni bulaq hazırlamışıq. Şəhidlərimizin girişdə lövhəsini hazırlamışıq. Belə burada bələdiyyənin müəyyən layihələri var ki, həyata keçirilir Mahir müəllim. Minnətdaram sizə, Qoşqar müəllim. Çox sağ olun. Xatırladım ki, mənim müsahibim Gəncənin Nizami Bələdiyyəsinin sədri Qoşqar Məmmədovdur və o burada Gəncənin Fəxri və Şəhidlər Xiyabanının yerləşdiyi qəbristanlıqda aparılmış abadlıq və yenidən qurma işləri barədə məlumat verdi.